İnsanın, bizlərin dinin gözəlliyini başqalarına çatdırmaq vəzifəmiz var. Və dinin gözəlliyini başqalarına göstərmək üçün insanın özü bu gözəlliyi dərk eləməlidir, bu gözəlliklə təmasda olmalıdır. Bütün vücudu ilə dinin gözəlliyini hiss eləməlidir insan. Bunun müxtəlif yolları var. Keçən dəfə xatırlayırsınızsa, dünya məhəbbəti ilə bağlı bir neçə məsələyə işarə elədik ki, insan qəlbindən dünyanı çıxartmasa, din və imanın ləzzətini heç zaman dada bilməz. Dinin gözəlliyini dərk eləməyin yollarından biri də insanın məhəbbət əhli olması, incə zövqlü insan olmasıdır, incə ruha malik olmasıdır. Dinin gözəlliyini başa düşmək üçün insan mərhəmət və məhəbbət əhli olmalıdır. İnsanlara, digərlərinə qarşı. Dost canlı insanlar, məhəbbətlə başqalarına yanaşan insanlar, dost olmağı sevən insanlar, dostlarına sayğı və hörmət göstərən insanlar, dinin də ləzzətini və gözəlliyini dərk eləyə bilərlər. Başqalarına dini sevdirmək üçün, həm də dindən zövq almaq üçün insanın ən əsas görəcəyi işlərdən biri də başqa insanlarla məhəbbətlə davranmaqdır. Başqalarına məhəbbət bəxş eləməkdir. İnsanların, müxtəlif insanlarla davranışı haqqında çox hədislərimiz var, kifayət qədər çoxdur. Buyurur, amilil müminin bil isar və amil sairən nas bil insaf. Buyurur ki, möminlərlə davrananda isarla davran. Qeyriləri ilə insafla davran. İsar nədir? İsar başqalarını özündən qabağa salmaqdır. Özün ehtiyaclı olduğun halda başqasını özündən qabağa salasan, ehtiyaclı olduğun şeyi başqasına verəsən. Bir yerə səfərə getmisənsə bir mömindən, rahat yerə qaçıb özün tez uzanmayasan, ona rahatlıq yaradasan. Yeməyin ləzzətlisinə tez əlvi özün uzatmayasan, onu özündən qabağa salasan. Bu, insanların möminlərlə davranış qaydalarıdır. Başqalarına qarşı da buyurur, insaflı olun, zülmə yol verməyin. Əqidəsi nə olursa olsun başqa insanın, hansı yolda olursa olsun, insafı əldən verməyin. Bütpərəstlə də davransız, hər hansı bir insanla davranışda insafı əldən verməyin. Dinin bizdən istədiyi, sadə dillə istəyirəm, çatdıram. Budur ki, insan quru olmasın. Hərarətli olsun, mərhəmətli olsun, mehriban olsun. Bütün vücudu ilə insanlar onun varlığından məhəbbət, eşq hiss eləsin, qayğı hiss eləsin. Və yaxud da insan incə ruhlu olsun, gözəlliklərə rəğbətli olsun. Nə qədər göstərişləri var dinimizin bu mövzuda. Adicə ətir barədə mən baxıram ki, nə qədər təkid edirlər ki, ətir vurun. Məscidə gedəndə, cəmaatın içinə çıxanda. Peyğəmbərin qazancının 1/3 hissəsi ətirə sərf olunurdu, təsəvvür eləyin. Nə qədər vəsaiti qazancı var idi, onun 1/3-ni ətir vurmağa, ətir əldə eləməyə sərf eləyirdi. Ətir özü bir gözəllikdir, başqa insanlara zövq verir, gözəllik bəxş eləyir. İnsan özünü nizamlayır, ətirlənir, gözəl şəkildə başqa insanların yanına gedirsə, bu insanın incə ruhiyyəsindən xəbər verir. İnsan bu ruhiyyəni özündə yaratsın. Dinin istədiyi adamdan budur. Başqalarına, hətta bədəninin qoxusu ilə belə xoşluq bəxş eləsin. İndi düzdür, din adından dini ətirlər çıxıb ki, onu vurmasan ondan yaxşıdır. Qəribədir ki, dinə çatanda hər bir şeyin xarabı çıxır elə bil. Güya ki, bunlar dini ətirlərdir. Nə deməkdir, onu anlamıram, başa düşmürəm. Elə bir ki, kimsə qəsdən bunu eləyir ki, insanların zövqünü xarab eləsin. Hətta bura qədər Peyğəmbərin sirəsində, həyatında biz görürük ki, Peyğəmbər bu şeylərə önəm verib. Bəlkə siz indi oturub baxarsınız ki, bu cümə günü başqa bir söz tapmayıb danışmağa. Keçən dəfələr dedim, ətirdən danışır. Amma mən yenə də tam məsuliyyətlə deyirəm ki, bu məsələlər zahirən kiçik görünsə də olduqca böyük əhəmiyyətə malik olan məsələlərdir. Hansı nəticələrə gətirib çıxardır?
Ona baxdıqda görürük ki, olduqca aktual və böyük bir məsələdir, mövzudur. İnsanın həyatdan, dindən aldığı ləzzət gərək hiss olunsun, başqaları onu hiss eləsin. Təravətli ruhu varsa insanın, gərək başqaları da onun ruhundan ləzzət alsın. Bu ruh zahirə də təsir qoysun. Mömin insan o insandır ki, onunla ünsiyyətdən insanlar zövq alsınlar. Din bu şeylərdən başlanır. Hər mənada sevinç bəxş eləsin insanlara, xoşluq bəxş eləsin insanlara. Qəribə dualar var. Deyir, yemək yeyirsən, əlini yuyandan sonra əlini silən vaxtı. Bu duanı oxuyun. Allahümmə inni əsəlükə zinə vəl-məhəbbə. İlahi, səndən gözəllik və məhəbbət təmənna edirəm, istəyirəm. Və əuzu bikə minəl-məkti vəl-buğzə. Və səndən pənah aparıram kobudluqdan və kin-kudurətdən. İstəyirəm məhəbbət əhli olum, eşq əhli olum, gözəllik hiss olunsun mənim vücudumdan. Bunlar dualarda gəlib yer alıb. İmam Həsən əleyhissalam namaza gedir, görürlər ki, gedir, ən gözəl səliqəli paltarların əyninə giyinir, ətir vurur. Deyirlər, görəsən bunun mühüm bir səfəri var. Baxırlar, görürlər, namaza dayanıb, Allahın huzurunda dayanıb. Soruşurlar, yəbnə Rəsulallah, bu qədər namaza hazırlaşırsınız, ən gözəl geyiminizi ayırıb qoymusunuz ki, bunu namaz vaxtı geyinim. Niyə? Buyurur ki, İnnəlləhə Teala cəmilun yuhibbul cəmal. Allah gözəldir və gözəlliyi sevir. Allah özü gözəldir və gözəl insanları sevir. Gözəlliyi sevir. Fəətəcəmməlu li Rabbi. Özümü Allahım üçün gözəlləşdirirəm, özümü zinətləndirirəm. Rəbbim üçün gözəlləşdirirəm. Bunun insanın ruhunda təsiri var. Yəni ki, Allah mənə baxır. Bir hörmətli adamın görüşünə gedəndə geyimimizi hazırlayırıq, ütülləyirik, hazır qoyuruq. Ona hörmətimizi ifadə edirik. Ki, yaxşıdır bunun yanına belə geyimdə getmək. Allahın huzuruna gedəndə bu psixoloji məqamlardır. İnsan belə hazırlıqla gedəndə Allahı qarşısında hiss eləməyə başlayır. Allah üçün bəzənir. Və ibadətdən də xoş xatirə qalır insanın ruhunda. Gözəl bir xatirə qalır insanın zehnində. Ondan sonra buyurur ki, fəhuvə yəqul xuzu zinətəkum ində kulli məscid. Deyir, Allah özü buyurub ki, zinətlərinizi üzə çıxardın məscidlərə gedəndə, insanlarla görüşəndə. Bunlar nümunələrdir, mən deyirəm. İnsanın incə ruhunun göstəricisidir. Gözəllik olduqca vacib mövzudur. İmam Baqir əleyhissalam buyurur ki, təzəyyən lillah əzzə və cəl bis-sidqi fil əmal. Buyurur ki, Allah üçün özünü gözəlləşdir əməllərdə olan sədaqətlə, doğruluqla, xoş niyyətlə. Demir ki, məsələn, doğru danış ki, cəhənnəmə getməyəsən. Doğru danış, doğrucu ol, sadiq adam ol, sədaqətli ol ki, bu gözəllikdir. Gözəl hissəsin qabardır. Yəni, gözəlliyə rəğbətli ol, gözəlliyi təqdim elə Allaha. Allah da gözəl insanları sevir. Ruhi, mənəvi və zahiri baxımdan gözəlliyə başqalarını sövq edən insanları. Bu şeylərdən din başlanır. Biz din deyəndə ancaq namaz, oruz, həcdən düşünürüksə, din ibtidai məsələlərdən başlanır. İnsanın paltarları təmiz ola, ütülü ola, dağınıq olmaya. Peyğəmbərin həyatına baxın, necə gözəl libaslardan, sadə amma təmiz, gözəl libaslardan istifadə edirdi. Saçı həmişə səliqəli, dişləri deyirlər həmişə ağ, elə bir rəng saçırdı insanlara. Dişlərini təmizləyirdi. Bir suya da baxanda əksini tapıb orada özünü, saçlarını nizama salırdı, düzəldirdi. Gözəl yağlardan istifadə edirdi. Bunların hamısı Allahın bəşəriyyətə nümunə olaraq göndərdiyi Peyğəmbərdir. Bu məsələlərdə nəsə var ki, Peyğəmbər bu məsələlərə bu qədər önəm verir. Bir dəfə Peyğəmbərdən pis qoxu hiss eləmədilər. İnsanları hətta vücudu ilə, maddi, bədəni ilə, cismi ilə belə narahat eləmədi. Ağ rəngdə paltar geyinmək müstəhəbdir. Ona görə ki, ağ rəngdə ləkə tez bilinir. O qədər təmizliyə
təkid eləyir. İndi həkimlər niyə məsələn ağ rəngdə, açıq rəngdə paltar geyinirlər? Çünki orada xüsusilə təmizliyə riayət eləmək lazımdır. Ona görə bir qayda qoyublar ki, onlar açıq rəngdə, xüsusən ağ rəngdə paltarlar geyinsin ki, çirk üzərində tez bəlli olsun, tez bilinsin. Təmizlik çox önəmli məsələdir. Bir millətin dinini tanıtdırmasında. Küçə bazarlarına baxırsan, ondan bilə bilərsən ki, hansı səviyyədədir bu millət. Bir millət ki, əlində olan hər şeyi küçəyə atır, onun görüntüsüdür, şəklidir. Ziyarət şəhərlərinə baxın, kimlər olub gör. Adam utanır müsəlman olduğuna. Kim gedibsə görüb. Kərbəlada da həmin mənzərədir. Məkkədə də həmin mənzərədir. Məşədin özündə də həmin mənzərədir. Ən bəlkə çirkli şəhərlərdir. Bu nə təsəvvür yaradır başqalarında müsəlmanlar haqqında. Mən Məkkədə hərdən baxırdım, fikirləşirdim ki, qeyri-müsəlman bura gəlsə, elə buna baxsa kifayətdir ki, dindən qaçsın. Biz deyirik, bu mədəniyyətin aşağı olmasının göstəricisidir. Mən deyərəm ki, bu dinsizliyin əlamətidir. Dinin zəif olmasının əlamətidir. Ən-nəzafətu minəl iman. Bunu təsadüfən deməyiblər. Bir cəmiyyətdə çirkab içində yaşayırsa, bu birinci göstəricidir ki, bunun dini zəifdir. Çünki bu şeylər dinin tərkib hissəsidir. Bu şeyləri biz dindən ayırmamalıyıq. Biz təsəvvürümüzü din haqqında dəyişməliyik ki, din bu şeyləri də əhatə eləyir. Din geniş anlayışdır. Ancaq bir sıra ibadə məsələlərə toxunan bir sistem deyil. Din həyatın bütün sahələrini əhatə eləyir və bunlar hamısı göstəricidir bir cəmiyyətin dini nə səviyyədədir. Dinin səviyyəsini bilmək üçün təkcə gedib məsciddə cəmaatın sayına baxmaq lazım deyil. Düzdür, onunla bu bir-birini tamamlayır. Təkcə küçə təmiz ola, ibadət olmaya, bu da din göstəricisi deyil. Amma bunlar bir-birini tamamlayır. Məscidlər insanlarla dolu olsa, küçə bazar bərbad gündə olsa, bu onu göstərir ki, bu cəmiyyətin dini zəifdir, imanı zəifdir. Bu kiçik məsələ deyil ki, buyurur ən-nəzafətu minəl iman, buyurur təmizlik imandandır, imanın əlamətidir. Bu böyük bir nəticəyə gətirib çıxardır. Bugün məsələn belə deyək, bir Avropaya səfərə gedir, qayıdıb gələndə nəyi vurğulayır? Neçə şey vurğulayır? Bir də küçələrin təmizliyini. Bir ayaqqabını məsələn təmizləməyə ehtiyac yoxdur. Bu vasitə ilə qərb mədəniyyətinə yönəlir insanlar. Görün nə qədər mühüm məsələdir. Bu vasitələrlə insanlar qərb mədəniyyətinin üstünlüyünü görür və natamamlıq kompleksi yaranır bizdə. Ki bu qeyri-müsəlmanlardadır bu mədəniyyət. Amma bizim şəhərlərimizə, xüsusən ibadət yerlərimizə, Qədr gecəsindən sonra mən məsciddən çıxanda xəcalət çəkirdim, xatırlayıram. Ki, kimin əlində nə var yerə atır? Gecə səhərəcən dinən bikəya, Allah, ağla göz yaşı tök. Bu təkcə dinin göstəricisi deyil. Dinin göstəricisi həm də budur ki, təmizliyə, nəzafətə insan riayət eləyə, gözəl ruhlu ola və gözəlliyi təqdim eləyə başqa insanlara. Bu şeylər insanları dəf eləyir, dindən uzaqlaşdırır. Ona görə də vacib deyil biz həmişə hər cümə ancaq elə namazdan, zikirdən, gecə namazından danışaq. Bu gecə namazı qılanın görüntüsü pis olsa, xoş görüntüsü olmasa, başqalarını dəf eləyəcək. Heç bir faydası yoxdur onun gecə ibadətinin. Bir adamın zahiri görünüşü də imanının göstəricisidir. İmanından xəbər verir, batinindən xəbər verir. Keçən həftələrdə mən çox dedim, bunu bir daha vurğu ilə demək istəyirəm ki, elə bir zamanda yaşayırıq ki, dava rəqabət gözəlliklər davasıdır. Rəqabət gözəllik rəqabətidir. Görün nə gözəl təqdim eləyirlər dəyərsiz şeyləri. Və insanları aparırlar özlərinə tərəf. Təqdimat çox mühümdür bu zamanda. Pis bir şeyi gözəl qabda verib insanları məftun eləyirlər. Və mən dedim bunu, Quranda bəyan olunur ki, şeytanın üslublarından biri budur. Şeytan deyir, mən zinətləndirəcəm onların gözündə, pis şeyləri gözəl göstərəcəm. Razılaşırsınız məndən ki, bugünkü gündə, indiki dövrdə rəqabət ağıl müstəvisindən daha çox gözəllik müstəvisindədir. Yəqin ki, razılaşarsınız.
Rəqabət ağıl müstəvisindən çox təqdimat müstəvisində gedir. Hamı özünü təqdim eləyir. Sözdən qabaq baxmaq istəyir ki, bunun şəkili nədir? Əvvəl görüntü insanı dəf eləyirsə, sözə qulaq asmayacaqlar. Ona görə mövzu mühüm mövzudur. Görüntü göstərirsə, gözəllik göstərirsə, insanlar maraqlanır ki, bu cəmiyyət nə ilə gedib buna nail olub. Ondan sonra gedir onun əqidə əsaslarını araşdırır. Ağıldan çox öndə gedən gözəllik müsabiqəsidir bir mənada. Yəni kim qabağa keçdi, kim daha gözəl göstərə bildi özünü. Bəyəm qərb mədəniyyəti başqalarını dəlil sübutla təsirinə salır. Kimdir indi qərb mədəniyyətini dəlil və sübutla təbliğ edən? Görüntü ilə, gözəllik göstərməklə özlərinə bağlayırlar. Mən bir daha deyirəm, mən demirəm əqli, məntiqi bəhslər olmasın. Bunu biz dəfələrlə demişik, ikinci xütbədə də ona işarə eləyəcəm ki, din ağıl və məntiq müstəvisində təbliğ olunmalıdır, bu öz yerində. Amma nəzəri bəhslərdən daha çox bizim zamanımızda insanları gözəllik cəzb eləyir. Biz gözəl dinimizi gözəl şəkildə təqdim edə bilmirik. Gözəl bir şeyi çirkin qabda göstərir insana. Bu biz müsəlmanların faciəsidir. Bu çox məsələlərdə bizi geri salır. Gözəl bir şeyi çirkli qabda verəsən insana, insanda ikrah yaradar. Onun içindəkinə baxmayacaq, təqdimatına baxacaq. Ona görə Əleyhisselamın hədisini keçən dəfə də dedim. Deyir, bir zaman gələr, din tərsinə geyilmiş kürk vəziyyətində olar. Paltarı tərsinə geyinsin, gülməli görünər. Paltar özü nə qədər keyfiyyətli də olsa. Bir gün gələr ki, din tərsinə geyilmiş kürk vəziyyətində olar ki, cəmaat gülərlər dindarlara. Belə bir zamana sanki gəlib çatmışıq. Eyni zamanda din nə qədər dünyada aktuallaşır, dinimizə maraq artır, amma biz bundan ayaqlaşa bilmirik. Mən bunu yarı zarafat, yarı gerçək demişəm ki, biz olmasaq cəmaat daha tez dinə gələr, İslama gələr. Biz qabaqda maniyə. Əslində fitrət etibarı ilə insanlar artıq dinlə maraqlanmağa başlayıb. Biz olmasaq çoxdan gələrdilər. Biz qarşısında sipər olmasaq. Başqalarının dinə yönəlməsini. Başqaları gözəllik göstərirsə, öz həyat tərzlərini gözəl təqdim edirsə, onun müqabilində sən də otur kürsüdə, başda dəlillər gətirməyə. Allah bu, vallah eşitməyəcəklər. Eşitmirlər də. Gözəlliyin rəqabətində uduzmamaq üçün insanlara o gözəlliyi təqdim eləmək lazımdır. Bu çox vacibdir. İmamlar buyurur ki, kunu lana zeynən. Baba hədisi ölənə qədər yadda saxlayın. Buyurur ki, bizim üçün zinət olun. İmamlar buyurur. Bizim üçün zinət olun. Bizim məktəbə cəmaatı dəvət eləmək istəyirsinizsə, Cəfəri məzhəbini təqdim eləmək istəyirsinizsə, o saat dəlil sübut dalıca qaçmayın. Orada Əleyhisselamı belə təqdim elədi Peyğəmbər. Burada o hədisləri yazırlar, doldururlar, bəhslər gedir. Bundan daha mühüm olan özünü göstər, rəftarını, davranışını göstər, əməlinlə cəzb elə. O bəhslər öz yerində, amma o ən vacib məsələ deyil. Sonra gələr dəlillərlə tanış olar, sənin məktəbin nəzəri əsasları ilə tanış olar, amma əvvəl görüntüdür. Səninlə tanış olanda ilk dəfə baxır bu sənə. O baxış nə təsir qoyur ki, sözünü dinləsin. Ona daha çox diqqət edin. Yoxsa dəlil sübut gətir, dəvət elə cəmaatı dinə, öz məzhəbə, gəlsin, görsün bu eybəcərlikləri. Onda Bəhlul vardı, Bəhlul o Bəhlul yox. Bu yaxında yaşayıb, təxminən 100 ildən çox yaşadı. Əfqanistanda 30 il zindanda qaldı o. Çox qəribə bir insandı. Qəribə, doğrudan da qəribə insandı o. Onun həyatı haqqında kitablarda yazılıb, vaxt yoxdur, onlara işarə eləyək. Çox qəribə, zəkalı və mənəviyyatlı bir alim idi. Onun bir sözü var, deyim, mən heç kəsi məzhəbimə dəvət eləmirəm. Özü arif və müştəhid alim olan bir adamdır. Deyir, mən heç kəsi öz məzhəbimə dəvət eləmirəm, çünki gəlib bizim rəftarımızı görsə, xəcalət çəkərəm mən. Ondan sonra danışmayayım, qoy. Qoy elə öz fikrində qalsın. Nə vaxtacan ki, biz özümüzü gözəl təqdim eləyə bilək. Bir çox hallarda imamlarımızın abrını aparırıq öz davranışımızla, öz rəftarımızla.
Bunu hamıya aid eləmirəm. Heç hamı da özünə götürməsin. Amma bir çoxlarımıza aiddir. Qısası, sözün qısası elə bir zamanda yox ki, və xüsusən hər zamanda, xüsusən indiki zamanda təkcə elmlə dini təbliğ eləmək yox, heç orada da bizim müvəffəqiyyətimiz azdır. Amma həm də əxlaqla, rəftarla insanları təslim eləmək olar haqqın qarşısında. Məntiq və dəlil gətirərsən, birini təslim eləyərsən qabağında. Amma qəlbini özünə tərəf cəzb eləyə bilməzsən. Məntiqin bu gücü yoxdur ki, qəlbi çəkə bilsin. Məntiq ağla nüfuz edə bilir, orada dayanır. Əqli dəlillər qabağında təslimdir. Məntiq bəzən bir silah kimidir ki, insan əlini yuxarı qaldırır. Amma qəlbini təsirə salmaq üçün o gözəlliyi görməlidir. O gözəl rəftar görməlidir. Qəlbi cəzb eləmək üçün, ruhu özünə tərəf çəkmək üçün. Peyğəmbər bu yolla cəmaatı dinə dəvət elədi. Bu ayəni mən neçə dəfə sizə demişəm. Quranda buyurur ki, kobud olsaydın, pis rəftar eləsəydin, bir nəfər də yanında qalmazdı. Demir, məntiqün zəif olsaydı. Sən nə danışırsan danış, kobud rəftarlı, pis görkəmli, pis qiyafəli, bəd əxlaq insan olsun, nə danışırsan danış, bir adam da sənin ətrafında qalmazdı. Görürsünüz, Quran hansı dəlil gətirir. İnsanların dinə cəzb olunması üçün Peyğəmbərin əxlaqını qabardır. Sözünün dəlillərini yox, məntiqini yox. Sən gözəl insansan deyə bu cəmaatı çəkə bildin özünə tərəf. Gözəl əxlaqa sahibsən deyə. Gözəllik görməsə bir insan bir məktəbdə, vallahi 100 dənə məntiqi dəlil gətir, qəbul eləməyəcək. Eləyəcək, amma cəzb olunmayacaq. Təslim olacaq, deyəcək, tək sən deyən olsun. Amma görürəm də. Mən görmüşəm belə bəhslər. Danışırsan, düz danışırsan, amma baxır, görür ki, bu danışdığın yaxşı, amma görmürəm, xoş bir şey yoxdur. Ziyarətgahlarımız, hər yerimiz belədir. İnsanların kütləvi toplaşdığı bir yerlərə baxanda. Bir alim yazır ki, bir dəfə Məkkə ziyarətində idim, dedim ki, bu cəmaatın çoxunun da səlis danışa bilmirəm də, indi ərəbcə ya başqa. Mən necə eləyim ki, həcc ictimai ibadətdir, başqalarına bir xidmət eləyim, sevinc bəxş eləyim. Deyirsinə, qərarlaşdım ki, oteldən çıxıb Mədinədə hərəmə gedənəcən elə üzümdə gülüş olacaq. Təvəssümlə qarşılayacam ki, hər kimi. Deyir, dərhalda effekt verdi. 3-4 addım atmışdım deyir, Mədinədə. Elə görürdüm müsəlmanların hamısına gülüşlə baxırdım, təbəssümlə, məhəbbətlə baxırdım. Deyir, bu yerdə birdən gördüm ərəblərdən biri birdən uca səslə mənə baxıb dedi ki, əvvəl rəcül muslim yətəbəssəm. Dedi, müsəlmanın ən birinci əlaməti üzündə olan təbəssümdür. Bir nömrəli müsəlman odur. Gördüm ki, bu çatışmır, bu sadə gördüyümüz şeylər çatışmır. Məkkədə görmüşsünüz, davaya gəlib insanlar elə bil bir-birinə. Bir-birini əzirlər, tapdalayırlar. Elə bil ki, ancaq ehkamın içində qalıblar. Hamı məqsəd qoyub döyüşə gedirlər elə bil təvafa girəndə. Davaya gəliblər elə bil. Daha yaddan çıxıb ki, bura müsəlmanların vəhdət yeridir, bir-birinə mehribansılıq göstərməlidir, gözəllik görməlidirlər bir-birinin davranışında. Bəqiyə girirsən, ya o hərəmlərə baxırsan, nəzarətçilər dayanıb ki, elə bil seçmə adamlardır ki, onların qiyafəsindən, üzr istəyirəm, zəhrimar tökülür. Dayanıblar orada, cəmaatı şirk, haram, başqa söz bilmirlər. Acıqlıdırlar, bütün dünya ilə düşmən olan insanlar. Sanki şeytan bir plan çəkib bu işlər üçün. Ki, müsəlmanlar ildə bir dəfə toplaşacaq, bax, belə bir şəkil yaranacaq. Onu gedib görə bilərsiniz orada, Bəqidə, Mədinədə, Məkkənin özündə. İnsan başının üstündə bir nəzarət hiss eləyir, çox acı rəftar hiss eləyir və bununla da dəf eləyir başqalarını, dindən uzaqlaşdırırlar. Bu məqsədli bir şeydir. Buşruhu fi vəcihi hədisdir və huznuhu fi qəlbi. Möminin sevinci üzündə, qəm ürəyində olar. Həmişə Peyğəmbərin üzünə baxıb rahatlıq tapırdı cəmaat. Üzündən təbəssüm əski olmurdu. Belə bir ruhiyyəyə sahib insan idi. Hər şeyin gözəlini təqdim elə, gözəl tərzdə danış, sözlərin ən gözəlini seç. Bəziləri zəhmət çəkib xoş danışmaq istəmirlər. Bilirsiniz, bir cümləni 100 şəkildə demək olar, eyni cümləni. Bəzən ən pisini seçib deyirik, ən pis tərzi seçib deyirik. 100 dənə şəkildə bir fikri ifadə eləmək olar.
Ən kobudunu seçib danışırıq. Nə üçünsə bu xəstəlik bizim içimizdə yayılıb. Özümüzü məcbur eləyək nəhayət ki, bu şeyləri özümüzdə tərbiyə eləyək. Yaxşı danışaq insanlarla. Peyğəmbər baxır İmam Həsənlə İmam Hüseynin üzünə, görür rəngləri solub. Rəngləri sapsarıdır. Araşdırır, baxır, görür ki, acından belədir. Yemək yeməyiblər. Baxır, görür 3 gündür bunlar yemək yeməyiblər. Gəlir, onların əlindən tutur, gəlir xanım Fatimə Zəhranın evinə, qızının evinə. Deyir, qızım, uşaqlar niyə bu vəziyyətdədir? Evdə yemək yoxdur. Xanım nə cavab verir? Deyir, ya Rasulallah, evdə nəyimiz varsa o da sizsiz. Görün, necə gözəl, ədəbli cavabdır. Yoxdur sözünü demir, həya ilə Peyğəmbər. Deyir, bu saat evimizdə ən gözəl şey ki var, o da sizsiz. Ümumiyyətlə, nəyimiz varsa sizsiz. Siz varsınızsa bizə kifayətdir. Peyğəmbər də başa düşür ki, bunlar, onun hadisənin davamı da var. Başa düşür ki, bunlar azdır, amma sözün görün necə gözəlini seçib danışır. Bir dəfə Peyğəmbərin dilindən inkar eşitmədilər. La ilahə illallahı çıxsaq, inkarla sözə başlamadı, yoxla sözə başlamadı. Birinin fikri ilə razı deyilsən, onu elə gözəl şəkildə deyə bilərsən ki, həm fikri qəbul eləyər, həm də qane olar. Məsələn, çaşdı biridir, məsələn deyirəm, misal üçün deyirəm, dünən günorta filan yerə getmişdi, o saat yox, günorta da ördü, axşam idi. Hələ birini vurasan da gərək. Qalır ki, da məsələn, acığından vurasan. Bir məsələn deyəsən ki, mən elə gəlir ki, deyəsən, məsələn, günorta idi, axşam deyildi. Misal üçün deyirəm, lap sadə misallar deyirəm. Hədislər buna təkid edir ki, sözü deyəndə elə tərzdə deyin ki, gözəl səslənsin. Yox, inkarla, mübahisə ilə sözə başlamayın. Biri ilə danışanda 10 dənə söz danışıb, 3'ü düzdür, 7'si səhv. Əvvəl 3 düzünü təsdiq elə, deyirən, hə baba filan şeylər tam razıyam, düz deyirsən. Amma bu fikirlərə, məsələn bu 7 dənə fikrə misal üçün deyirəm, baxanda məncə buna belə də yanaşmaq olar. Bu peyğəmbərlərin danışıq üslubudur. Danışıq tərzidir. Ona görə də bunlardan din başlayır, dinin əvvəli bu şeylərdir. Bugün də kütləvi informasiya vasitələrinin çox rolu var bu mədəniyyətsizlik və tərbiyəsizliyi insanların içində yaymaqda. Baxın, görün, kobud sözlər, mən hərdən izləyirəm xəbərləri, oxunma sayına deyir, filankəsi ittiham elədi. Oxunma sayına baxırsan nə qədər. Filankəsin cavabını verdi. 2 müğənninin dava eləməyi ən mühüm hadisədir. Onlar öz oyununu oynayır. Birazdan məsələn göstərəcək, filankəsə filan sözləri dedi. Filankəs sabahki verilişdə ona cavab verdi. Bu bir kütlənin əxlaqın tərbiyəsini xarab eləyir. Amma kimsə kimisə təriflədi, nə o xəbəri verən var, nə də verilsə heç maraqlandırmır cəmaat. Kimsə biri-birindən də bir xoş söz desin, cəmaat eşitsin ki, insanlar bir-birini tərifləyir də, yaxşı sözlər də deyir. O qədər yaxşı deyiləsi sözlər var. Niyə o kobudluq təbliğ olunsun? Bunun təsirindən bir nəsil formalaşar ki, elementar etik qaydalara riayət eləyə bilməz. Elementar əxlaqi qaydalara riayət eləyə bilməz. Ailələrdə ata-ana bir-birinə elə davransın ki, uşaq nümunə görsün. Az gəlsin, tez elə yemək gətir. O deyən, nə olub? Bundan nə uşaq böyüyəcək o ailədə? Sonra da desin, namaz qıl. Namazdan qabaq bu şeylərdən uşaq baxır, onlar ata-ananın davranışından din öyrənir, yəni əxlaq öyrənir. Bu şeylərdən din başlayır. Gözəlliyi görmək və gözəlliyi təqdim eləmək çox vacibdir. Bir-birimizdə gözəl xüsusiyyətləri qabardaq. Nə olar, oturaq bir-birimizi tərifləyək bir-birimiz olmayan yerdə. Bir-birimizin xoş sözünü danışaq, qulağımıza çatsın ki, filankəs filan yerdə səni təriflədi. İnanın ki, çox azdır bu şeylər. Ancaq söz gətirirlər ki, orada sənə belə dedilər, bundan ona aparırlar, ondan ona. Biz də zəmin yaradırıq, əsas veririk bu şeylərə.
Neçə dəfə demişəm ki, bir üzr istəyirəm, itin ölüsündə bir gözəllik tapdı Peyğəmbər, baxdı ona ki, onun nə gözəl dişləri var. Budur, dinin məntiqi budur ki, bir çirkinliklər içində axtarıb bir gözəl şey tapasan, həm özünə yaşamaq xoş olar, həm də başqalarına xoşluq bəxş eləmiş olarsan. Bu, dinin əlifbasıdır, dinin əsas məsələlərdir. Bunlar olarsa, ibadət məsələləri də yavaş-yavaş tənzimlənər və qaydasına düşər.